Bu günləri diz oynağının müalicəsində ən son metodlardan olan plazma terapiya haqqında danışmaq istəyirik. Plazma terapiya, yəni trombositlərlə zəngin müalicə, oynaqda regenerativ xüsusiyyətə malikdir, yəni bərpa edici xüsusiyyətə malikdir. Və izləyicilər arasında belə bir maraq doğuran sual var ki, plazma terapiya bütün hallarda kömək edirmi? Plazma terapiya bir çox hallarda kömək edir. Sadəcə olaraq bütün hallarda istifadə etmək doğru deyil. Təəssüflər olsun ki, bütün hallarda istifadə, yəni bütün xəstəliklərdə istifadə edən mütəxəssislər var ki, bu da sonda nəticəsiz qalanda, bəzi hallarda, yəni müalicə nəticəsiz qalanda plazma terapiya pasientlər arasında öz nüfuzunu itirmiş olur. Ona görə də həkim mütəxəssis seçəndə çalışın doğru ünvana müraciət edəsiniz.